Sallanmayız dostlar, gördüğünüz için bu yine Brawl Stars oynuyoruz dostlar. Ve gördüğünüz için dostlar bu yine Brawl Stars'da kutu açılımı eləyəcək. Baxın sezon tüm belə axıra qədər doludur. Kupa yolunda da bir dənə əfsanəvimiz var. Burada da 2 dənə əfsanalı əfsanəvimiz var. Ve dostlar gördüğünüz kimi Mortis'imiz de artık 1200 dostlar 47 kupa elədim. 1000 dostlar 247 kupa. Hətta dostlar gəlin sizə Mortis'in oynadığım oyunları da göstərdim. Baxın əvvəldən nə qədər zəfər getmişəm əslində. Baxın hardasa 1100'lərdə. Dəqiqə. Bundan sonra belki oyunlarda nə qədər zəfər getmişəm əslində, amma indi nə qədər dostlar oyun oynamışam deyə oyunlar gedib artıq. Neyse dostlar, o zaman başlayaq sezonumuz. Qayna anahtarı, kasadakı ödülləri ata bilərsən. Nə açım dostlar sizdə? Məncə dostlar 5000 dənə mücəffər dostlar bu səfər alacağım. 2000 dənə altın almayacağım. Çünki altın olsa sezondan bizə bolca gələcək. Ona görə məncə altın indi almamaq var. Mega kutu 11. Oha dostlar. Bu oyunları bu arada dostlar mega kutu mən bir dəfə də açmışam. Günlük ödüllərdən. Ona 9 yazmışdı. Yəni bunda 11 yazdı da. Oo dostlar, Kral Rico kostümü. Kral Rico dostlar. Altın Rico da adı. Yani adını bilmirəm də dostlar. Mənim ən sevdiyim dostlar kostümlərdən biriydi bu əvvəllər. Amma dostlar hiperşarj kostümü gəlməmişdən əvvəl. Amma dostlar mən bunu heç kim səsə baxacağım. Çünki çox qəşəng kostümdür Rico üçün. Chaos Star hədiyəsi. Hop 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 hop. Destansı. Ver bir dənə gizemli. Epic. Güzel. Destansta da sonra kaldı. 1000 tane altınımızı aldık. Hop bende. 1000 tane güç puanı. Sıradaki star hediyesi. Hop hop hop. Hopa. Süper ender. Ne? Bir videoda dostlar 5 tane efsanevi atmış oluruz. Çünkü dostlar sezonda hele bir tane de var. Hele dostlar kupa yolunda bir tane de var. Aşamalıda da 2 tane var. Bu da indi bir tane de burada açırıq dostlar. Oha. Birinci dostlar bastıklayışımda efsanevi. Güzel. Ne basaq dostlar. Düşmanlara saldırandı dostlar. Yıldız gücüdür. Yani pis değil. Böyle de yani. Bütün altınlık bir hediye verdi. Pis değil. Bu videoda dostlar Feng'i de açacağıq yani inşallah ki. Kredimiz çatsa Feng'i de açacağıq. Feng'i dostlar bu arada açandan sonra gücləndirməyi hemen istəyirəm. Çünkü Feng dostlar biz ki yani güclü karakterdir. Aksesuarı falan rəqibləri dondurur. Və yaxud da popcorn ataraq onları çox əsəbləşdirir yani belə deyim. Gizemli ayda 150 kredit. Çok qəşəng. Çok qəşəng dostlar. 150 kredit versin mənim xoşuma gəlir həqiqətən də oradan. Bir dəfə də dostlar mənə 150 kredit vermişdi. Yəni gözəl bir kredit sayısıdır. 500. Hop Feng. Damn bro. Dəyişdirə bilərəm. Feng. Yenə də Feng. Yeni bir ultra savaşçı açılıyor. Sirius açmaq istəməzdim aslında çünkü zəifləşdirilir. Və dostlar çox kredit lazımdır da. Yəni onu ən axırda belə aça bilərdim. Tüm karakterləri yəni atdıqdan sonra açmaq istəyərdim. Amma indi onu dəyişdirə bilmirəm. Çünki məcbur Sirius gəldi. 5500 kredit yığana qədər canımız çıxacaq. Ne? Bir videoda dostlar 6 efsanevi. Bu ne şanslı. Oha. Neyse basıram direkt dostlar. 500 kredit. Pis değil.
En azından yoksa Sirius'a yani ilerlemiş olduk da. Böyle diyeyim. Super Ender. Hop. Ender. Destansı. Ender. Məncə daha yəni bu star hədiyələrindən mənə artıq yenə əfsanəvli verməzlər. 6 tane. O gizemli. Oy da gizemli de açıldı. Star hediyesi. O gizemli. Gizemli yine atırıq. Aksar. 1485 hasar verir fazladan. Pis değil. Ama yani can aksarı daha yaxşıdır. Ama dostlar onun da yani işletmə yolu var. Əfsanəvlini dostlar axıra. Sezonda dostlar axırda onu atacağım. Kaos hediyesini de atsak. Hop. Süper Ender. Buradan da bonus ödül. Mega kutu mu? Altın mı? Altın tabii ki de. Çünkü elmasları dostlar yine yıkıram. Sezona dostlar girəndə 49 yok 39 elmasımız vardı. Deyəsən indi də oldu 79. Və bu videoda artıq 3-cü əfsanəmizdir dostlar atıram. İnşallah sən də belə bir karakter, qəşəng bir karakter verərsən. Bu da 500 kredit. Artıq dostlar görün nə qədər karakterimiz var. 87 tane dostlar karakterimiz var deyə. Oyun yəni bizə dostlar çox da karakter artıq əfsanəvi star hediyəsindən yəni karakter dostlar gəlməyi şansını bizim hesaba azaldı. Çünkü çok az da bakın. Sırada kupa yolu var. 100 kredi, 100 puanı, 200 altın, 100, 200, rastgele hop rastgele seç. 1000 yaşay, 100 bundan 100 puanı, 1000 yaşay. Məcbur dostlar 4-cü əfsanəvi star hediyemiz. Ya birinci o dostlar o bir hədiyələri açmaq istəyirdim amma burada kupa yolunda birinci hansı yersə onu açmaq. Bastım. 8 bitə koptum. Perili köşk 8 bit. Bizdə deyəsən daha yaxşısı var dostlar. Ona görə devamı baxın. 4 tane Ali destansı dostlar. O kadar sırasıyla klikledim ki axırda gördüm 4 tane destansı. Və çox da yəni qəşəng şeylər əldə eləmədi əslində star yolundan. Bir tane dostlar 8 bitin kostümlərine baxın. Şeyləri 8 bit. Spirender olub 8 bit. Mən də destansılarda axtarıram. Ha dostlar bizde bu erimiş şey var yani erimiş 8 bit var, mələk 8 bit kostümüzdə. Ona görə oynayalım tabii ki. Və dostlar artıq Crow kostümümüzü açdıq. Ejderha Crow. Baxın belə amma hələlik dostlar davamı basıram. Çünki məndə bundan da yaxşısı. Hatta məndə demək olar ki yəqin ki dostlar Crow'un ən qəşəng kostümü var. Oo, ən qəşəng məncə Larry Lowry kostümü gəldi. Gözəl ödüllüydü dostlar arkasında o. Özel bir hediye. Karakter skin. Kostüm. Neyse onunla. Aşamalı yeni atırır. Hop. 250 Propass hikayesi. O da dostlar getdi qabağa. Star hediyesi. Hop. Sırandır. Aşamalı 100 metre. Star hediyesi. Gizemli. Aksar. Lola Negosu durup poz verir. Lola 4 saniyenin faiz kalmaz. Neyse.
Işınlamaq yol aksarı daha şeydəsində ama aksardır dostlar. Rozet, sprey və simgələrimiz də dostlar açıldı bu kostüma özel. Super Ender buradan da geldi. Aşamalı. Aşamalıdan güzel. 5 tane maç daha dostlar aldık ve aşamalı yanaklık. Ne kadar ödül var yani? 5 tane elmas açtık ve sonunda artık hipercharge aça bilərik. Kimə dostlar hipercharge istəyirəm deyim də kimə. Baza istəyirəm dostlar. Çünki bazam 11 səviyyədir. Yəni 5000 altın verməyimə verməyim də yəni baza. Özüm almayım da yəni hipercharge. Mən 11 səviyyə eləməmişəm, amma 11 səviyyə eləmək olar əslində. Yəni dostlar çox biraz da dostlar karakterlərimiz sayısı artsın, 11 səviyyə elərim. Ya hələ ki dostlar məncə ehtiyacı yoxdur bu 11 səviyyə. Videomuzun dostlar 5-ci əfsanəvi star hədiyyəsi. Əfsanəvi neydi? Bəs əfsanəvi orada da ayqaqa. Mənə 2 dənə əfsanəvi verməliydim. Hə. Burada. Bastıq. Kraken Search. Bizdə bundan daha yaxşısı var. Özüm dostlar onu da almışam. Baxın bu. Bu. Bu videoda dostlar gördüğünüz kimi bir tane karakter çıkarttık. Bir tane hipercharge açtık 11 seviye. Bir neçə tane kostüm çıkarttık. Bunlardan bir yıldız gücü çıkarttık. Aksesuar çıkarttık 2 tane. Lola ile Colette. Yıldız gücü çıkarttık. Yok. Ha. Grif'e de bunu çıkarttık. 3 disiplini. Her saniyede bir Grif kaybettiği salon 15 fazla kalanını görüyor. Öfkeli Grif paralarını daha veriyorlar. Tam sahibi olsun. Zaten falan neyse dostlar gördüğünüz için bugünkü videomuz bu kadar olsun. Gelen videoda dostlar yeni bu yığdığım dostlar mücevherlerle bütün dostlar yani oradaki dostlar en geçey kostümleri almaya çalışacağım ve onlarla da dostlar online sizlere göstereceğim. Neyse dostlar kanalıma like atıp abone olmayı unutmayın. Gelen videolarda görüşene dek diğer videolar istəyirsinizsə kanalıma like atıp abone olmayı unutmayın. Sağ olun, hələlik.